Nikol Paşinyan Azərbaycanla sərhəddə hörülmüş divara toxunur, sonra isə üzünü izdihama çevirib çıxış edir. Bu videonu Ermənistanın baş naziri özünün sosial media hesablarında paylaşıb. Video boyu Paşinyan səyahət edir. Kilsəyə baş çəkir və çıxışlar edir. Bütün bunları o, Azərbaycanla sərhəddə bitişik Kiranç kəndində edir. Paşinyan Kirança özünün real Ermənistan ideologiyasını təqdim etmək üçün gedib. Paşinyan özü ilə iş adamlarını da aparıb. Bu barədə o belə yazıb, sitat: Kiranç, real Ermənistan ideologiyasının ilk tətbiqidir. Delimitasiya olunmuş və demarkasiya olunmuş dövlət sərhədi, təhlükəsiz və dinc həyat, yeni tikilmiş məktəb, abad magistral yolu, bərpa edilmiş kilsə, əhalinin artımı. Real Ermənistan budur. Paşinyan belə yazıb. Paşinyan real Ermənistan ideologiyasının tənqidçilərini gedib Kirançı öz gözləri ilə görməyə dəvət edib. Ermənistanla Azərbaycan arasında sərhəddin bu hissəsi